Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. 6-cı gündür. 15 Mart 2025-ci il tarixdir. Belə Lorel ildə desə 15-03-cü ay 2025-ci il tarixdir. Həftənin 6-cı gündür. Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Hava soyuqdur. Bunu səsimdən də hiss edə bilərsiniz. Və mən Göyçay maşın bazarına gedirəm. Saat deməli 8-ə işləyib 23 dəqiqə, 8-in yarısıdır. Və hal-hazırda kəndimizin çıxışındayım, həm girişə, həm çıxışında. Görürsünüz bizim kəndimiz. Arxada 44 günlük vətən müharibəsində şəhid olmuş 3 dənə igidimiz. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Və bu arada mənim bu günlərim uşaqlıq dostumun şəhid olduğu gündür. Əzizov Şənistan İlyasoğlu. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirəm. Və kəndimizin girişində gəlmişəm. Mən də fəaliyyətimdən qalmıram. Sizlər üçün əziyyət çəkirəm. Göyçay maşın bazarına gəlmişik. Bilirsiniz, şəxsi avtomobilim yoxdur. Buradan bir yol maşını ilə, taksi ilə gedəcəyik və Göyçay maşın bazarına doğru irəliləyəcəyik. İzləmədə qalın. Like edin videonu, bəyənin, abunə olun kanala. İnşallah bazarın girişindən də sizlər üçün çəkiş verəcəm. İzləmədə qalın. Bir daha salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran bir daha sizləri salamlayıram. Gəlmişəm Göyçay maşın bazarının girişindəyəm. Bayaqlarım hava soyuq idi. Yavaş-yavaş havada qızışır, istilənir. Və bazarımızda da maşınlarımız var. Hər həftə olduğu kimi xatırladaq ki, Göyçay avtomobil bazarı, avtomobil satış mərkəzi hər həftənin 6-cı günü sizlərin xidmətinizdədir. Ön tərəfdən çəkiş eləyəcəm sizlərə inşallah ki. Deməli, bazarımızın ön tərəfdən girişi, bazarımızın qarşısında maşın almağa gələnlər, maşın bazarı haqqında maraqlanmağa gələnlər və birbaşa bazara daxil olacağım. Bazarımızın girişidir. Bazara girişimiz gördüyünüz kimi 5 manatdır. Və inşallah ki daxil oluq bazara. Burada bir dənə ağ 011 var. İnşallah çəkəcəm, göstərəcəm. 07, Opel 015, Kia Rio, BMW, Niva 06, Kia Ceed, Ford yük maşını, Ford Transit yük maşını. Belə bir dənə çəkiş deyiləyim. Burada da 07-yə baxırlar. Hal-hazırda canlı alver gedir 07-də. Nəsə, başlayaq işimizə. Allah işimizi avan eləsin. Allah əziyyətimizi itirməsin. İnşallah bismillah eləyəcəyik, başlayacağıq çəkişlərə. Sizlərdən də xahişim nədir? Bu videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini dostlarınızla, tanışlarınızla maksimum səviyyədə paylaşmaq ki, burada mənə yeni bir abunə, yeni baxış sayı, yeni bəyənmə deməkdir. Allah hər birimizin işini avan eləsin. Ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Opel Astra həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında Opel Astra markalı avtomobilin çəkişini eləyəcəm. Qardaşımızdan bir qısa məlumat alaq. Salam aleyküm qardaş, bazar olsun. Qısa bir məlumat verək. İli neçənci ildir? Motor? 1.4. Benzin. Problemi falan? Problemi Porsche-ndə yüngül səsi var. Yüngül səsi var, orada qiymətdə nəzərə alınacaq çox kimi. Qiymət demiş, qiymət? 10.000 deyil. 10.500 manata deyirsiniz, razılaşma olacaq? Olacaq. Telefon nömrünüzü eşidək. 055 339 34 23. 055 339 34 23. Adınız?
Rahim. Rahim harda baxmaq olar? Göyçay. Göyçayda baxmaq olar. Barter maraqlıdır hansısa maşından. Yox, yox. Kredit falan belə lizinqa salmaq falan nağd satışdır. Nağd. Pula ehtiyac var. Deməli yoldaşlar, Rahim qardaşdan məlumat aldıq. Biz də məlumatları verək. İli 2004-dür. Maşınımızın Opel Astra 1.4 benzindir. Mexanikadır. Maşının kosmetik işə ehtiyacı yoxdur. Və salon parça salondur. Baxırıq. Görürsüz. Ön sərnişin tərəfdən də baxaq salona. Ön şüşələr padyonlikdir. Avtomatik qalxıb enir. Üç yeri. Bir dənə buranı qalxacağam, çəkəcəm. Baxın. Görürsüz. Üç yeri belə vəziyyətdədir. Və salam verir. Baxırıq. Deməli 266.386 Rahim orijinaldır. Orijinal yürüyüşü var. 266.386 kilometr. Bir dənə Rahim mühərrik yerini qaldıraq zəhmət olmasa. Mexanika 5 pillə qabağa, 1 pillə arxaya. Belə deyək. Salon yaxşı vəziyyətdədir. Salonda problem zadı yoxdur. Mühərrik yeri də təmiz, 1.4 benzin. Belə çəkdim, göstərdim akkumulatoru yeni. Çəkdim, göstərdim. Sizə də bu Opel maraqlı gələrsə, Rahim qardaşın qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 99 həvəskarları, özünə Zavod 99 alıb sürmək istəyən izləyicilərimiz. Sizlər üçün Göyçay maşın bazarında Vaz 21099 markalı avtomobilin çəkişini edəcəm, məlumatı da özüm verəcəm. Deməli, maşınımızın ili 2000-ci il istehsalıdır, zavoddur, dəyişəni yoxdur, vuruğu yox, udarı yox, ekran gül kimi. Rəhlənən yeri var Kənan əmi? Çölündə. Çölündə atma rəhlənən yeri var. Deməli, maşın ideal vəziyyətdə. Xadavoy super, rəng işi yoxdur, kosmetik işi yoxdur. Maşın sahibi maşını start qiymət olaraq 5700 manata təklif eləyib. Gəl maşının yanında sürək, baxaq və qiymətlər razılaşaq. Maşın sahibinin nömrəsi 050 420 3909. Maşın sahibinin adı Kənan əmmizdir. Maşına Ucar Göyçay ərazisində baxmaq mümkündür. Barter maraqlı deyil ki, nağd satışdır. 4 dənə təzə təkərindən beri altında var. Gördüyünüz kimi maşınımızın kosmetik işə ehtiyacı yoxdur. Aha. Aha. Maşallah çörəkli maşın. Baxırıq. Arkada 4 dənə piyano kalankalar. Görürsüz. Ön şüşələr padyomnik. Deməli baxırıq. Yenə buralarını qaldıraq, baxaq. Zabotlu yap. Belə örtək zəhmət olmasa. Baxırıq ümumi salona. Euro şitdir. Bir dənə Yo vermirəm. Mən bir dənə 267.238 kilometr orijinal yürüyüş. Gördüyünüz kimi indi mühərrik yerinə nəzər yetirəcəyik. Salon da səliqəlidir. Təzə akkumulatoru. Deməli zavod ekranı, bəli, hər bir şey yerindədir, hər bir. Yəni bilkasından belə. Dedim, məlumatları qeyd elədim, Gəncə nömrəsi ilə, Gəncə əhalisinə salam olsun. Məlumatları qeyd elədim, telefon nömrəsini də qeyd elədim. Sizə də bu 99 maraqlı gələrsə, qeyd elədiyim əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu 99 haqlı YouTube izləyiciləri 06 həvəskarlar. Sizlər üçün Göyçay maşın bazarında Ağrəkli Vaz 2106 markalı avtomobilin
çəkin eləyəcəm, amma maşın sahibindən məlumatı siz verirsiniz. Gəl. Gəl bura. Salam qaqa, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İlin neçə? maşındır. Aha. Motor nədir? Motor 06. 06, korobka 4-5. Tarafka 5 değil, Niva tarafkası. Aha. Diferində səsi var? Yerinde səslər yoxdur. Yoxdur. Xadavoy sistemi. Kadavoy sisteminde yaxşı verir. Qiymət Qiymət 500'e deyil. 5100 manata deyirsən. Razılaşması olacaq. Olacaq. Telefon nömrü eşdək. 51 707 35 88. 051 707 35 88 adın Naqib. Naqil. Göyçədə baxmaq olar. Görsədə baxmaq. Barter maraqlıdır hansısa maşın. Bateri. Nağd satışda pula ehtiyacı var. Deməli, il 2003-cü il istehsaldır. Motoru 06 motordur. Korobka 5'dir. Motorda yağ yeməyi yox. Korobkada atmağı yox. Diferində səsi yox. Xadavoy sistemi əla vəziyyətdə. Start qiymət 5100 manat deyildi. Real alıcıya maşının yanında baxdıqdan sonra endirim olunacaq. 1, 2, 3, 4, 5, 6 kolonka. Qapıların həmsinin birində mən ilişirəm. Bunu qoyduq qırağa. Baxırıq. Bura bağlıdır, eləmi? Bura bağlıdır, evi yox. Baxırıq. Belə salonu ümumi çəkim, göstərim. Oturacaqlarda cızıq sökük yox. Dostum ya buran çəkməsən. Niyə, nə oldu? Buran çəkməsən. Üçüncü piskin. Daha qaldır görə nə olar ki? Mən də dedim yəqin motor zadı yoxdur. Alasına gəlmiş. 06 motoru, yağ yeməyi falan yox. Belə çəkdim, göstərdim. Sizə də bu 06 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu 06. YouTube izləyiciləri, sizlər üçün Göyçay maşın basanda növbəti 99 markalı avtomobilin çəkini eləyəcəm Ağrəkdə. Amma qardaşımız yanımızdadır. Salam aleyküm qardaş, bazar olsun. Məlumat verə zəhmət olmasa, ilin neçənci ildir? 92 92-ci il. karbüratör. Karbüratör motordur. Belə yüngül, yəni kosmetik işi var. Bir də orada batıqlar deyəsən gözümə dəyir qapıda. Xadavoy sistemi. Kadavoy motorunda problem yoxdur. Aha. Bir korobka birdən atır. Birdən atır. Ekranda sizdə olarkən iş Məndə sizdə yox, hayır, məndə əvvəlki ilyasında iş gedib. Sizdə olarkən uduları, buruğu. Qiyməti nə demisiniz? 3300. 3300 sondur yoxsa razılaşması var? Razılaşma olur. Olacaq. Telefon nömrünüzü eşidək. 55 Aha. 258 0798. 055 258 07 98. Adın da Vüqar. Vüqar. Harda baxmaq olar Vüqar? İsmail'dən. İsmaillə hasına salam olsun. Vüqar, hər hansı bir maşınla barter fikirləşsən yoxsa nağd satış? Yox, nə satış? Pul etə. Belə kreditdə falan, leasingdə falan belə görsən maraqlan. O da yəni nağd satış. Deməli ili 92-ci il istehsaldır. Vüqar qardaşımızın verdiyi məlumatlara görə ekranında ondan əvvəlki sahibində olarkən iş gedib. Amma yəni Vüqar qardaşımızla maşın olarkən vuruqdan, udardan söhbət gedə bilməz. Korobka bir dənə birdən atır, onun da xərci çıxılacaq. Yüngül də indi göstərəcəm sizə. Belə kosmetik işi yoxdur. Yüngül bir yerində burada görürsüz, bilmirəm, fikir verirsiniz, birinin yüngül bir işi var. Amma belə güclü kosmetik işə ehtiyacı yoxdur. Salon səliqəlidir. Oturacaqlarda cızıqdan, sökükdən söhbət gedə bilməz. Baxırıq. Arxada yük yoxdur Vüqar. Burada bağlıdır. Yəni hə, açırsansa gəl açaq bir dənə göstərək izləyicilərimizə. Maşınımız Yevlax nömrəsidir. Yevlax əhalisine də buradan salam olsun. Maşın sahibi isə İsmaillidən. İsmailli əhalisine də buradan salamlayırıq. Bir daha. Baxırıq, yük yeri, bax, ümumi belə vəziyyətdədir. 5 şumka olunub yük yeri. Və gedək çəkək sürücü tərəfdən salonu. Elə və mühərrik yeridəki akkumulatoru yeni. Ekranda iş gedib. Maşın sahibi qeyd edir ki, ekranda Vüqar, yağ yeməyi falan yoxdur. Yoxdur. Motorunda yağ yeməyi falan yoxdur.
çəkdim, göstərdim. Sizə də bu 99 maraqlı gələrsə, maşın sahibi nömrə qeyd elədi, o nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu 99 haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında telefon qiymətinə, bəlkə də telefondan da ucuz 106 çəkib göstərəcəm. Məlumatları verim. Maşınımızın ili köhnədir. 1979-cu il istehsalı. Maşınımızın kosmetik işə ehtiyacı var. Amma motor, xadavoy, korobka hamısı ideal vəziyyətdədir. Maşınımızın start qiyməti 1800 manatdır. Gəl maşının yanında oturaq, razılaşaq. Baxaq maşına. Allah xeyrin versin. Bir qiymətdə razılıq əldə eləyək. Aparcına. Maşınımızın dedim sizə üzdən üzə kosmetik işi var. Maşın sahibinin nömrəsini də elə çəkə-çəkə qeyd edeyim. 051 303 88 12. Maşın sahibinin adı Namiqdir. Maşına Göyçayda baxmaq mümkündür. Barter maraqlı deyil, nağd satışdır. Mingəçevir seriyasıdır. Mingəçevir əhalisine buradan salamlar olsun. Arxa yük yerində çəkərək göstərək. Arxa yük yerində baxın belə vəziyyətdədir. Və indi mühərrik yerinə nəzər yetirəcəyik. Mühərrik yerdə belə vəziyyətdədir. Akkumulatoru yeni. Belə çəkdim, göstərdim. Qısa olsa da bir məlumatları qeyd elədim. Sizə də bu 06 maraqlı gələrsə qeyd elədiyim 051 303 88 12 nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bu 06. YouTube izləyiciləri, Niva həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Lada Niva markalı avtomobilin çəkişini eləyəcəm. Məlumatları alaq. Salam aleyküm dayı, bazar olsun. Məlumat verək zəhmət olmasa. İli 1996-cı ildir. Buradan görürəm. Motor sədə yığılıb, motoru yığılmış. Motoru yeni yığılıb. Korobka saat kimi. Razdatkası işləkdir. İşlək vəziyyətdədir. Kosmetik işə ehtiyacı var, görünür. Rəng dəyməyib indi qədər. Rəng dəyilməyib. Belə deyək də, beskraska deyək də. Udarı vuruğu da olmayıb. Qiyməti nədir? 3.7 deyirəm, önünə qoyarıq. 3700 manata deyirsiniz, razılaşması olacaq qiymətdə. Telefon nömrünüz oradakıdır. 055 745 46 31. Adınız? Ədalət. Ədalət. Harda baxmaq olar dayı maşına? İsmaildə. İsmaillə hasına salam olsun. Nömrə üstündə verilir. Nömrə üstündə verilir. Nömrə üstündə verilir. Çəkək göstərək. Nömrənin adını səhvlədi var. Bildim. Deməli, ili 96-dır. Maşına rəng dəyilməyib. Motor yeni yığılıb. Razdatka işlək vəziyyətdədir hamısı. Maşınımızın üzdən üzə kosmetik işə ehtiyacı var. Amma maşın sahibi maşın beskraska olduğuna görə maşını bu vəziyyətdə çıxardıb satışa. Start qiymət 3700 manatdır. Real alıcıya əlbəttə ki, qiymətdə endirim olunacaq. Baxırıq. Şlankı gördüm, elə bildim ilandır ki. Allah hamd ola. Baxırıq belə və buradan mühərrik yerində bir dənə qaldıraq. Ədalət dayımız zəhmət olmasa. Aha, deməli ehtiyat təkəri yerində, mühərrik yerinə keçid eləyim. Görək mühərrik yerində vəziyyət belə. Yağ yeməyi falan yoxdur ki? Yoxdur. Və nömrə də üstündə hədiyyə olunur. Əgər sizə bu maşın maraqlı gəlirsə, belə də çəkib göstərəcəm. Deməli, barterdə var, həmçinin barterimiz var. 06-07 ilə barterimiz var. Öz dəyəri qiymətində ədalət da, yoxsa dəyərindən yüksək də olsa olar. Yəni danışmaq olar da, maşından asılıdır, danışmaq olar. Sizə də bu maşın maraqlı gələrsə 055 745 46 31 nömrəsinə zəng vuraraq Ədalət dayımızdan ətraflı məlumat ala bilərsiniz. Həmçində bu maşına yaxından baxa bilərsiniz. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında ağ rəngdə Vaz 21 06 markalı avtomobilin çəkişini edəcəm. Məlumatları qeyd eləyəcəm. Maşınımızın ili 1993-cü il istehsalıdır. Motoru 06-dır. 011 motorudur. 4'lü 5'li korobka. 4'lü. Motorunda yağ yeməyi falan, difrində səsi falan yoxdur. Start qiymət 5100 manatdır. Gəl, oturaq maşının yanında danışaq. Baxacaq maşına, sürəysən, nə bilim, yağmaya qaldırırsan, altına, çürük pası yoxdur. Baxırsan, eləyirsən, qiymətdə razılaşacaq, endirimimiz olacaq.
Telefon nömrəsini qeyd edeyim. 05971 Aha, 050 971 0023. 0023. Bir daha qeyd edirəm. 050 971 0023. Maşına göyçərdə baxmaq mümkündür. Barter maraqlıdır. Barter maraqlıdır hansısa maşına. Nağd satışda pula ehtiyacı var. Kosmetik işə ehtiyac yoxdur. Salon səliqəlidir. Çox səliqəli maşındır həqiqətən. Baxırıq. Belə. Və yük yerinə nəzər yetirək. Yağlanıb. Gördüyünüz kimi. Və mühərrik yerinə də baxaq. 011 motordur, yağ yeməyi falan yoxdur. Korobka 4'dür, atmağı falan yoxdur. Belə çəkdim, göstərdim. Sizə də bu 06 maraqlı gələrsə, qeyd elədiyim əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz. Bu 06 haqlı YouTube izləyiciləri, TikTok səhifəmi izləyiciləri, özünə ideal 07 alıb sürmə izləyən izləyicilərim. Bu videoya diqqətlə baxın. Sizlər üçün Göyçay maşın bazarında ağ rəngdə idealı bir dənə 07 çəkib göstərəcəm. Amma yerimdən bir məlumat alaq. Salama yerdi, bazar olsun. Məlumat ver. İli 2006'dır. 2006. Ha, Bezdeti aldı. Aha. Maşın 5 şunk olub hər yeri. Sidin atacaq olub. Təkərlər hamısı bir an təkərdir. Aha. Motor süt başqa bir şey. Belə deyək. Səndə onda rəhlənib, Ha, üzdən üzə rəhlənib belə deyək. Qiyməti nə demisən? 6-5. 6500 manat demisən, razılaşması var? Ha, aşağı var. Aşağı Allah olar. razı olsun, hə. Olar. Telefon nömrə eşitək. 051 Aha. 258 21 21. 051 358 21 21 adı Əlidir. Əli. Maşına götürdə baxmaq olar Əli. Bəli, bəli. Barterin var. Bəli, bəli. Hansı maşınlardır? 15 99. Öz dəyəri qiymətində yoxsa pul verə bilirsən üstündə? Yox, baxırdı yəni. Ha, maşına baxır, vəziyyətinə baxır. Başından olaydım ondan. Barter dedin, belə lizinka falan salmaq, kreditlə falan eləmək olar. Yəni banka salsam, yəni bank mənim pulumu Ha, ha, o banka ödəyəcək, bildim. Deməli ili 2006-dır, maşallah olsun, 2011-dən fərqlənmir. 2010-2011-dən fərqlənmir. Maşın bezdetal maşındır, dəyişəni, vurğu, darı olmayan bir maşındır. Start qiymətimiz 6500 manat deyildi. Real alıcıya təbii ki, maşının yanında indirim olunacaq. Kosmetik işə ehtiyacı yoxdur. Salon səliqəli, 4 orijinal Pioneer kolonka arxada. Baxırıq. Keçək. Arxa yük yerini çəkəcəm. Keçək. Baxaq. Salon səliqəli, spidometri görürsüz. Ön şişələr podyomnikdir. Avtomat qalxıb enir. Akkumulatoru yeni. Motor əla vəziyyətdə. Təkərlərin 4'ü də yeni. Belə çəkdim, göstərdim. Məlumatları da qardaş, Əli qardaşımız qeyd elədi, nömrə də qeyd elədi. Sizə də bu maşın maraqlı gələrsə, Əli qardaşımızın qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bunu hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri. Sizlər üçün Göyçay maşın bazarında Göy Etibar 06 markalı avtomobilin çəkişini edəcəm, amma maşın sahibinin oğlundan məlumat alacağıq. Salam əleykum ata. Aleykümselam. Bazar olsun. Sağ ol. Məlumat verək zəhmət olmasa. Maşın yılı 93'dür. 93-cü ilsiz. Karafkası 4'dür. 4. Nə motorudur? 03 motor. 03 motordur. Korobka 4'dür. Motorunda yağ yeməyi var. Hayır. Korobkada atmağı var. Gerçek. Yoxdur. Difilində səsi. Yüngül. Yüngül. Səsi var. Onsa maşından şeydir. Belə deyək, xəstəlikdir. Sizdə olarkən vurğu udarı Yo. yoxdur. Eşit. Qiyməti Kıymeti 36'yadır. neçə? 36'yadır. 3600 manat. Aşağı yerde var. Aşağı yerdə var. Telefon nömrə. Papağın telefon nömrəsində. 51 Aha. 642 822. 051 maşallah 642 82 22 papağın adı Aslan. Aslan. Harda baxmaq olar? Göyçay'da. Göyçayda baxmaq olar. Barter maraqlıdır. Hansısa maşından yoxsa pula ehtiyacı var. Pula ihtiyacı var. Pula ehtiyacı var. Deməli maşınımızın ili 93-cü il istehsaldır. Motoru 03 motordur, korobkası 4'dür. Korobkada artmağı yox, motorda yağ yeməyi yox. Belə yüngül kosmetik işə ehtiyacı var, amma bu vəziyyətdə də idarə eləyə bilərsiniz. Necə ki Aslan qardaş bu vəziyyətdə idarə eləyir. Mən həmişə qapılarda elişirəm.
qoyduq qırağa. Belə çəkək, göstərək. Görək. Baxaq. Yük yerinə yağlanıb. Yük yeri ehtiyat təkər yerində. Təzə təkərlərdir. Təzə təkərlər, yeni təkərlərdir, bəli. Baxırıq. Deməli, motor, 03 motor, akkumulatoru yaxşı vəziyyətdə, belə. Çəkdik, göstərdik. Maşın sahibinin oğlu da bizə məlumatları verdi. Həmçinin nömrəsini də qeyd elədi, atasının nömrəsini, telefon nömrəsini. Sizə də bunun 06 maraqlı gələrsə, maşın sahibinin qeyd olunan əlaqə nömrəsindən zəng edib maraqlana bilərsiniz. Bunun 06 haqqında.